lazım yani. Yoksa da ya sen seçici çekiyoruz. Niye? Seçicilik yapmak istedim. İcazə yoxdur. Öyle. Problemi yaradır. Herkese selam dostlar, hoş geldiniz. Mən Cəbrayıl. Deməli, bugünkü videomuzda Azərbaycan Beynəlxalq Universitetinə gəlmişik. Bu universitet bildiyiniz kimi 2010-cu ildə lisenziyası ləğv olundu və universitet bağlandı. Və universitetin korpusları ümumiyyətlə həyəti, korpusu, hər yeri çox baxımsız vəziyyətdə qalıb. İndi kadrları göstərəcəm sizə, universitetin içindən kadrlar göstərəcəm. Hal-hazırda biz rektorluq binasının qarşısındayıq. Birazdan o yanda gelir, o yanda. Gel buraya girelim, bir oran baxaq. Deməli, bura rektorluq binasıdır. Prosta içəri çox qaranlıqdır. Burada demək, kimdir bu? Universitetin o tələbələrin şəkilləri, nə bilim, rektörlər, hər yer şüşə qırıntısı. Gedək görək. Burada yerdə bir də şey görürəm. O tələbələr geyinir. Bir dənə bu ışığı vur bura. Bir dənə buna baxın. Məzuniyyət vaxtı geyinilən geyinlərdən biridir. Kimdir? Qoxsun. Burada nə yazdılar? 28.07.2028 bura kim? Slava Ukrayna. Yəni Ukraynaya dəstəkli. Burada pilləkən var. Pilləkəndən qalxaq görək. Səssiz biraz ürpərici bir şey var buranın. Havası var. Deməli, gördüyünüz kimi bura əməlli başlı, yəni tərk edib gediblər, başını buraxıblar universitetin. Bura rektorluqdur. Otaqda görüm nə var. Yer doludur demək olar, kağız, nə bilim. Burada kasetlər var beləsinə. Köhnə kasetlər. Sony. O tərəfdə nəsə görsən. Yəni, burada belənsində bir otaq başdır. Sadəcə olaraq çox baxımsız vəziyyətdə qalıb buralar. Orada bu. Belə diğer otaqları da gözək. Görək nə var, nə yox. Beləsinə biz sertifikat tapdıq yerinə. Yerlər doldu yəni beləsinə sertifikatlarla və boş otaqlarla. Yəni beləsinə monitorlar zatlar da var burada. Yəqin ki bu monitoru götürüblər burada. Hepsine saxsalmaq qoyublar. Gedək başa görə o tərəfdə heç yoxdur ki, belə gedək. Burada maraqlı şeylər var. Tarix müzeyi. Azərbaycanın tarix müzeyi. Gözlük yana burada açıqdır. Burada deyəsən tarix müzeyi olur. Orada da hər şey, eksponatlar, zatlar götürülüblər. Niyyətlər. Burada da. Deməli, bütün belə burada xeyli otaq var, yəni boyhamlı otaqlar gedir. Demək olar ki, hər birindən hər şey götürülüb, sadəcə yerdə yəni zibillər qalır. Bəzi otaqlardan yəqin ki, maraqlı şeylər çıxar. Ancaq da belə kaset şeyləri çox. Bilmirəm nə kasetlər, orada da kasetlər də çoxdur. Yəni bina uçuq vəziyyətdədir. Yuxarılarına bir dənə bunu bax. Şeylər də atları gedir. Burada da deməli qulaqçı. Buraya yəqin ki, informatik otağı olur. Çünki burada klaviaturalar zatlarda var. Beləsinə qulaqçıqlar var. Bir dəqiqə. Köhnə qulaqçıqlar, nə bilim, monitor falan. Buraya yəqin ki, informatik otağı olub. İnformatik otağı olub. Mənə bu şkaflarda nəsə sənət satqalını nəmələr zatlar var. Bərbad vəziyyətdə yəni universitet. Burada bir növbəti başqa bir otaq. Yerdə yenə monitorlar falan.
Böyle bir monitör. Atıp koyup şeyler, sistem bloklarından printer zat var burada. Telefon zat, şöyle telefon falan. Belki de bak, bu qəddar zatlar. Ya 2010'dan beri qalan şeyler de var. 2010 ildən beri, yəni çox bərbad. Bu universitetlərin yerdə də oldu beləsinə tələbə qiymət kitabçaları. Beləsinə bir yer. Şeydir. Nereden de bırak bağladı diye her yer toplar falan. Fakat bu şahsı da bir yakından görün. Yöneticisine bir otaqda şey var. Yöneticisine bir bloknot diyeyim de. Yani yazılar zaten var. Mevki yönetimlerler falan. Bu vəziyyətdə də artıq görəcəklər. Yerlərdə də şəkillər falan doludur. Hər yer şəkildir. Buraya da bir universitet qəbir sandığı kimi bir şey. Beşikdə məzərə qədər. Gözlə bir dənə görün burada nələr var. Yəni burada kitaplar, zatlar var. Ne? 2002 idi. Herhalde adını sizin gösterme xanım bilir. Qiymət kitabçasıdır, boş qiymət kitabçasıdır. Prosta adı qeyd olunub. O vəziyyətdə qalıb. Belə. Tarixin tozlu səhifələrinə bürünüb qalmış bir universitet. Otaqlarıdır. Hə? İndi beynəlxalq korpusuna keçirib düzdür, içəri biraz qorxusu görsən. Prosta mənə maraqlıdır ki, burada əlimizdə belə ağac nodaqdan fırlanır. Çünki burada vaxtlarda səsləndi ki, mühafizəsi yoxdur. Sadəcə itlər var ərazidə, dəhşət çox it vardı, ona görə əlimizdə bir dənə belə çubuq almışıq ki, prosta bura siz işığı yanır. Bilməm, bura deyəsən burada iş gedir ya, bilmirəm. Gəl bir dənə içəri girək bura. Gəl bir dənə içəri girək görüm mənə. Ben telefon, bura bilmirəm, bura International College, bura deyəsən kollecdir ya. Beynəlxalq kollecdir, hə, bura kollecdir. Bura da eyni kimi birinci korpus kimi. Ya, prosta burada nə? Kollecin 2019 məzunları. Yəni özün burada görən olarsa, aşağıdan yaza bilər. Adları nədir? Elvin Aydın Davud. Amma burada şoçk işləyir, şoçku qoşublar, bilməm burada. Yəni buraya yəqin ki baxırlar. Burada kimsə nəzarət edir, belə nəzarətsiz qoymazlar. Bir də yuxarı qalxışarım, yuxarıda. Kollec balaca olar, kollecdə ne olmaz. Tamam. Lazım ya. Yoksa da yok. Sadece seçici. Niye? çəkildik atmanı istədim. İcazə yoxdur. Deməli, nə oldu? Çəkiliş edən vaxtı sən deməm o girdiyə kollecə. Orada mühafizə var imiş. Yəni bizim də xəbərimiz yox idi də bundan. Gəldilər ki, bəs filan məkan icazə yoxdur, yəni polis icazəsi olmalıdır, şəxsi mülkdür falan. Məcbur qaldıq biz də çıxmalı olduq. Yəni tam göstərə bilmədim də, özləri daha doğrusu çıxartdılar. İcazə verdilər. Az qədər çəkdiyimiz videoları paylaşacaq, YouTube-a yerləşdirəcək. Yəni maksimum bu qədər çəkə bildik. Hələ özünüzə yaxşı baxın, kanala abunə olub və bildirməyi